Sxemə əsasən coğrafi koordinatlar verilən məntəqənin hansından 5 km şərqə doğru hərəkət edilsə, yerli vaxt fərqi daha az yaranar. Deməli, sxemə əsasən coğrafi koordinatları verilən məntəqələrin hansından 5 km şərqə doğru hərəkət yerli vaxt fərqi daha az olar. Bir baxırıq. C məntəqəsi 20-də gedir. D məntəqəsi 0-da, 20, 40, 60. 500 km gedir. Deyir ki, biz bilirik ki, paralellər ekvatora doğru getdikcə, qütbə doğru getdikcə uzunluqları azalır. Uzunluq azalırsa, yəni hər birində 500 km gediriksə, uzunluq azalırsa, deməli, bunların 1 dərəcə qoyulsun uzunluğu da azalır. 1 dərəcə qoyulsun uzunluğu 1 dərəcəlik qoyulsun uzunluğu 1 dərəcə qoyulsun uzunluğu ekvatorun qütbə doğru getdikcə azalır. Deməli, 1 dərəcə qoyulsun uzunluğu ən böyük D-dədir. Çünki ekvatordan D. Sonra D hamısından böyük. Sonra gəlir C ilə Y. İkisi də eynidir. İkisi də 20-dədir. Deməli, C bərabərdir Y. Sonra gəlir B 40-cıdadır. Böyükdür B. Sonra gəlir A. Böyükdür A. Ən balaca A-dır. Yəni, 1 dərəcə qoyulsun uzunluğu ən az A-dadır. Burada deyir ki, hərəkət edərsə, yerli vaxt fərqi daha az yaranar. Yerli vaxt fərqi daha az yaranırsa, biz az dərəcə getməliyik. Yəni, yerli vaxt zaman nədən asılıdır? Dərəcədən. Zaman dərəcədən asılıdır. Zaman dərəcədən asılıdır və zaman dərəcə artdıqca zaman da artır. Yəni, dərəcə artdıqca zaman da artır. Zaman artır. Deməli, burada deyir ki, ən az, daha az. Biz burada baxsaq, dərəcə 500 kilometrə daha az dərəcə gedən, yəni daha az dərəcə getməklə 500 kilometrə çatan daha uzunudur. Daha uzun hansıdır? D-dir. Yəni D-də biz 500 kilometr getmək üçün az dərəcə getməliyik. Ekvator üzərində. Az dərəcə getməliyik. Çünki 1 dərəcə qoyulsun daha uzundur. Amma A-da isə 500 kilometr getmək üçün daha çox dərəcə getməliyik. Daha çox dərəcə, daha çox vaxt demək. Daha az dərəcə, daha zaman demək. Deməli, burada olacaq D. Nöqtə D-də ekvator 500 km getmək üçün az zaman lazımdır. Yəni, az dərəcə lazımdır, burada az zaman deməkdir. 35 şərq uzunluğunda yerli vaxt saat 15:00-dur. Verilənləri yazırıq. Deməli, 35 şərq uzunluğu 35 şərq uzunluğunda saat 15:00-dur. Deməli, yerli saatın 12:00 olduqda yerli saatın 12:00 olduğu məntəqə ilə Bakı arasında nə qədər zaman fərqi var? Saat, deməli, 15:00 yerli saatın, yəni burada 15 olanda, burada 12-dir. Yəni 12 olur. Əgər burada 15-dirsə, biz 12 hara getməliyik? Qərbə doğru getməliyik. Çünki qərbə doğru gedəndə saat geri gedir. Çünki yer qərbdən şərqə doğru hərəkət edir. Bu zaman Bakı arasında nə qədər zaman fərqi olar? Bakı. Deməli, Bakı. Yerləşir 50 şərq uzunluğunda. Deməli, biz burada 35 şərq uzunluğu, bir də deməli, yerli saat 12 məntəqəli, 12 olan məntəqənin saat verilib, dərəcəni tapmalıyıq. Birinci, bunlar saat verilib. Saat verilibsə, buranın saat fərqini tapırıq. Saat verilibsə, saat fərqini tapıb, sonra dərəcəyə çeviririk. Çünki dərəcəsini tapmalıyıq. Bu dərəcə sual. Saat 15:00, 12:00, 00, 3 saat. Deməli, 3 saat fərq var. 3 saatı gəlin dərəcəyə çevirək. 1 saat 15 dərəcə, 3 saat x dərəcə. Buradan da x
dərəcə bərabər 3 vurulsun 15 bərabərdir 45 dərəcə. Deməli 45 dərəcə fərq var. Və bundan qərbə doğru gedirsə, çıxırıq 45-i. Çıxırıq 45-i. 35-dən 45 çıxanda, gəlir 35-ə kimi gəlirik olur 0. 35-dən 45 çıxanda mənfi 10. Mənfi 10 olmur uzunluqda. Ona görə olacaq, bu şərq uzunluğudursa, olacaq qərb uzunluğu. 10 dərəcə qərb uzunluğu. Deməli, məntəqəni tapdıq. 10 dərəcə qərb uzunluğu. İndi isə nə deyir? Bakı arasında nə qədər də zaman fərqi var. Uzunluqlar verilib də. 10 qərb uzunluğu, 50 şərq uzunluğu. Dərəcə verilibsə, birinci dərəcə fərqini tapırıq. 50 şərq uzunluğu, 10 qərb uzunluğu. Fərqli olduğunu toplayırıq. 60 dərəcə. İndi 60 dərəcəni gəlin, çevirək. 60 dərəcəni çevirək sağda. 60 dərəcəni çevirək sağda. Ki, nə qədər zaman fərqi var. Deməli, indi gəlin 1 saat 15 dərəcə. Deməli, x saat 60 dərəcə. X vurulsun 15 bərabər 60. Deməli, x bərabər 60 bölünsün 15 bərabərdir 4. Deməli, bunlar arasında var fərqi 4 saatdır. Bu da dəqiqə ilə veriblər. 240 dəqiqə. Y variantı. Deməli, növbəti 21 mart 25 şərq uzunluğu saat 6:00 çıxan günəş 10 şərq uzunluğu saat neçədə batar. Deməli, 21 mart deyən kimi biz yazırıq yaz gecə gündüz bərabərliyi. Yaz gecə gündüz bərabərliyi. Deməli, 21 mart yaz gecə gündüz bərabərliyi. 21 mart. Deməli, günəş ekvator üzərində zenitdədir. Ekvator zenitdədir. Yəni, günəş şüalar bərabər paylanır. Gecə gündüz 12 saat, 12 saat. 25 şərq uzunluğunda 25 deməli 25 şərq uzunluğunda deməli saat 6:00-dur. Deməli, çıxan günəş 10 şərq uzunluğu saat neçədə batar? Deməli, biz 21 mart ekvator zenitdədirsə, günəş gecə gündüz 12 saat, 12 saat. Gecədir, 12 saat gündüz. Deməli, 10 şərq uzunluğunda deyir, saat neçədə batar? Deməli, 6-da bu da günəş çıxırsa, 12-də batır. Daha doğrusu, axşam 6-da batır. 10 şərq uzunluğunda günəş saat burada 6-da çıxırsa, bunlar arasında birinci dərəcə fərqini tapaq ki, burada neçədə çıxacaq. Dərəcə fərqi 25 çıxılsın 10 bərabərdir 15 dərəcə. 15 dərəcə baxaq ki, neçə saat eləyir. 1, deməli 1 saat 15 dərəcə, x saat 15 dərəcə. Da bərabərdir, x vurulsun 15 bərabərdir 15, x bərabərdir 1 saat. Deməli, burada altda çıxırsa, burada 7:00-da çıxacaq. 07:00. 07:00-da çıxırsa, deməli, axşam da 12 saatsa 19:00-da günəş batacaq. Sonra, sxemdə AB məntəqələr arasındakı məsafə 44,4 santimetrdir. Sxemdə AB məntəqələr arasında məsafə 44,4 santimetr
Yerli vaxt fərqi isə 160 dəqiqə olarsa miqyası hesablayın. AB məntəqələr arasında məsafə verilib. Bu olur xəritədəki məsafə. Xəritdə məsafə bərabərdir 44,4 sm. AB ekvator üzərindədir. Biz baxsaq ekvator üzərindədir. Ekvator. Və biz buradan yerli vaxt fərqi 160 dəqiqə olarsa miqyası hesablayın. Miqyas tapmaq üçün biz tənasübümüzü yazaq. 1 santimetrdə miqyas deməli 1 santimetrdə miqyas xəritədəki məsafə, həqiqi məsafə. Burada xəritə məsafəsi məlum. Həqiqi məsafə necə tapa bilərik? Bunlar arasında həqiqi məsafəni tapmaq üçün biz 160 dəqiqəni birinci dərəcəyə çevirməliyik. Çünki dərəcə verilibsə, biz onu dəqiqə verilibsə, onu dərəcəyə çevirək, sonra uzunluq tapaq. Deməli, 160 dəqiqə dərəcəyə çevirmək üçün 1 dərəcə 4 dəqiqə, 160, daha doğrusu x dərəcə 160 dəqiqə. Buradan da 4 vurulsun x bərabər 160, x bərabər 160 bölünsün 4, x də bərabərdir 40 dərəcə. Demək arasında 40 dərəcə fərq var. 40 dərəcə fərq varsa, bunu biz kilometrə çevirə bilərik. Çünki ekvator üzərində zenitdə 1 dərəcə qoyulsun sonra 111 kilometr. Burada da deməli 40 dərəcə x kilometr. X bərabərdir 40 vurulsun 111. X də bərabər 4440 kilometr. Demək, həqiqi məsafəmiz nə qədər oldu? 4440 kilometr. Yəni, gəlin miqyas tapaq. Burada da miqyas tapmaq üçün xəritə məsafə 1 santimetrdə miqyas xəritə məsafə 44,4 sm, həqiqi məsafə 4440 km. Burada da miqyas vurulsun 44,4 bərabər 4440, x bərabər 4440 bölünsün 44,4. O da bərabərdir, deməli, x də bərabərdir 100. Bu da 100-dür, kilometrdir. Bunu santimetrə çevirmək üçün vururuq 100.000-ə. Bu da eləyəcək 3, 6, 10 milyon. 1 bölünsün 3, 1, 2, 3, 10 milyon. Cavab D variantı. Coğrafi koordinatları 50 şərq, 50 şimal 30, deməli, 50 şimal 30 şərq uzunluğu məntəqədə saat, ümumiyyətlə, saat qurşaqlarında bizə enlik adətən lazım olur. Yəni, adətən uzunluq lazım olur, amma yenə də yazmaq vacibdir. Deməli, coğrafi koordinat 50 şimal 30 şərq uzunluğu. 50 şimal 30 şərq uzunluğu. 30 şərq uzunluğu. Deməli, 50 şimal 30 şərq uzunluğunda saat 9:00-dur. 9:00. Bunu yazdım. Eyni enlikdə, yəni 50 şimal idarəsində yerləşən digər məntəqə saat 10:20-dir. Əgər məntəqə 10:20 saatdan irəlidirsə, şərqə gedir. Çünki yer kürəsi qərbdən şərqə doğru fırlanır. Ona görə məntəqədən saat irəlidirsə, şərqdə, geridirsə qərbdə. 10:20. Həmin məntəqənin coğrafi uzunluğunu tapmaq üçün birinci saat fərqini tapırıq. 10:20 çıxılsın 9. 0:21. 1 saat 20 dəqiqə. 1 saat 20 dəqiqəni gəlin çevirək dərəcəyə. Deməli, bunlar arasında fərq 1 saat 20 dəqiqə. Deməli, 1 saat, biz bilirik yer kürəsi 1 saat 15 dərəcə dövr edir. 1 saat x. X bərabərdir 15 dərəcə. Deməli, 15. 20-ni tapaq. 1 dərəcə 4 dəqiqə. X dərəcə 20 dəqiqə. Buradan x vurulsun 4 bərabərdir 20. X bərabərdir 20 bölünsün 4. X də bərabərdir 5. Üstünə görə 5 olacaq 20 dərəcə. Deməli, bunlar arasında fərq nə qədərdir? 20 dərəcədir.
20 dərəcəni tapdıq. Bu 30-dursa, bundan şərqə gedirik, üstünə gəlirik. 20 olacaq 50 şərq uzunluğu. Deməli, 50 şərq uzunluğu. Bakıda hansı istiqamətdə yerləşdir? Bakının çatdığı məntəqə budur. Bu 50 şimal, 50 şərq. 50 şimal, 50 şərq uzunluğu. Bakıda yerləşir. 40 şimal. Deməli, 40 şimal, 50 şərq uzunluğu. Bakı. Deyir ki, uzunluq Bakıdan hansı istiqamətdə? Bakıdan şimal istiqamətində. E variantı. Yerli vaxtın Bakıdan yerli vaxtına 1 saat 48 dəqiqə geri olduğu məntəqə ilə Bakı, deməli, 50 şərq uzunluğu. Bundan 1 saat geri. Geri isə bu tərəfə geri. 1 saat 48 dəqiqə. Bunu biz dərəcəyə çevirək. 1 saat 15 dərəcə. Dəqiqə gördüksə dərəcəyə çevirin. X saat, daha doğrusu 1 saat x dərəcə. X də bərabərdir 15. İndi 48 çevirək. 1 dərəcə 4 dəqiqə. X dərəcə 48 dəqiqə. 4 vurulsun x bərabərdir 48. X bərabərdir 48 bölünsün 4 bərabərdir 12. Üstə gələk 12 bərabərdir 27 dərəcə. 50 şərq uzunluğundan gəlir bu tərəfə 27. Çıxırıq 27. Çünki qərbə dəqiqə. Bu da gəlib çatacaq 23 dərəcə şərq uzunluğu. Bura çatdıq. Birinci hissəyə elədik. Məsələni ardıcıl şəkildə verilənlər birinci hissə yazmaq cavaba daha tez çatmaq deməkdir. Sonra ilə 4 dərəcə qərb uzunluğu yerləşir. Madrid şəhəri yerli vaxt fərqi. 4 dərəcə qərb uzunluğu. Madrid. Birinci bunlar arasında dərəcə və dərəcə fərqini tapırıq. Dərəcə fərqi bərabərdir 23 şərq uzunluğu, 4 qərb uzunluğu. Fərqli olduğunu toplayırıq 27 dərəcə. 27 dərəcəni çevirək biz saata. 1 saat 15 dərəcə, x saat 27 dərəcə. Buradan da 15 vurulsun x bərabərdir 27. X bərabərdir 27 bölünsün 15. Bir dəfə düşür 15, 12 qalır. Deməli 1 saat, indi 12 dərəcəni dəqiqəyə çevirək. 1 dərəcə 4 dəqiqə, 12 dərəcə x dəqiqə. Deməli o da eləyir x də bərabərdir 12 vurulsun 4 bərabərdir 48. 1 saat 48 dəqiqə fərq var. B variantı. 23 sentyabr tarixində, 23 sentyabr tarixi deyən kimi biz 21 mart 23 sentyabr. Günəş, deməli, günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Yəni, burada 90 dərəcə bir altına düşür. Tarixin 42 şərq uzunluğu yer üzərindəki məntəqədə 42 şərq uzunluğu. 42 şərq uzunluğu. Məntəqədə yerli vaxtla saat 6:00-dur. 21 mart deyirsə, gecə gündüz 12 saat. Yəni 12 saat gündüz, 12 saat gecədir. Çıxan günəş İngiltəranın paytaxtı saat neçədə batar? 42 şərq uzunluğunun yerli vaxtı. İngiltərədə deməli Londondur paytaxtı və orada 0 dərəcə uzunluqdur. 0 dərəcə. Burada altdadırsa, birinci gəlin bunların saat dərəcə fərqini tapaq. Dərəcə fərqi bərabər. Biri 42-dir, şərq uzunluğu, biri 0-dır. Buna görə plus minus fərqi ikisi də doğrudur. 42 dərəcə. 42 dərəcəni gəlin saata çevirək. Ki, neçə saat sonra deyir, batar. Neçə saat burada çıxırsa, İngiltəranın paytaxtında neçədə çıxan günəş yerli vaxtı ilə. Yəni, burada saat neçə olanda orada batar. 1 saat, deməli, 15 dərəcə, x saat 42 dərəcə. 15 vurulsun x bərabərdir 42, x bərabərdir 42 bölünsün 15, 2, 30, 12. 2 saat, 2 saat. İndi bunu 12-ni də çevirək. 1 dərəcə 4 dəqiqə, 12 dərəcə x. Bu da x də bərabərdir 12 vurulsun 4 bərabərdir 48.
Deməli 2 saat 48 dəqiqə fərq var. 2 saat 48 dəqiqə. Deməli burada batır, axşam saat 6-da çıxırsa 18:00-da batır. 18:00-da batırsa və bunların arasında 2 saat 48 dəqiqə fərq varsa, 2 saat 48 dəqiqə sonra burada batacaq. Onda bunun üzərinə gəlirik. 2, 48. 8, 4, 11. Daha doğrusu yox. 18:00, 20:00. 20:48-də. 20:48-də deməli batacaq. Bu 42 şərq uzunun yerli vaxtı ilə 20:48-də batacaq. Sonra çünki 2 saat 48 dəqiqə fərq var. Yox, deməli Şaquli, yox, bilmirik. 150. Bakı ilə eyni paralel üzərində yerləşən şəhərlərin fərqli oxşar cəhətləri eylə Venn diaqramı. Eyni paralel. Bakı, Pekin, Ankara, bir də Filadelfiya. Oxşar fərqli cəhətlər. Yay gündönüm, günorta var, Şaquli şüala 73.5 buzu altına düşür. Bunlar hamısına aid. 5-ə aid. 1, 2, 3, 4, 5. 5A. Sonra aid olduğu ölkə ilə Azərbaycan ilə həmsərhəd, aid olduğu ölkə Azərbaycanla həmsərhəd deyil. Aid olduğu Türkiyə həmsərhəddir. Filadelfiya ilə Pekin arası 2-yə. 2-yə B. Sonra yerli vaxt Bakının yerli vaxtına geridir. Geridirsə Bakıdan qərbdəkilərdir. Finlandiya, Ankara 6. Deməli Finlandiya ilə Ankara 6. 6-ya deməli C. 6-ya yazmamışam. 7 də var hətta. 6-ya C. Sonra qərb yarımkürəsi yerləşir. Qərb yarımkürəsi Filadelfiya, Ankaradır. Deməli Filadelfiya, Ankara. Yox, üzr istəyirəm. Qərb yarımkürəsi Ankara deyil. Qərb yarımkürəsi bir dənə Filadelfiya. 3. 3D. Sonra Bakıdan 90 azimutla yerləşir. 90 azimut Pekindir. Y. 1-ə Y. Sonra Bakı ilə arasında daha az qurşaq vaxt fərqi var. Ən yaxını burada Ankaradır. Deməli 7-yə F. Deməli, sonra qaldı Avrasiya materikində yerləşir. Avrasiya materikində deməli burada yerləşir Ankara ilə Pekin. 4. 4-də G. YBD, YBD, G, 5 AC və Y variantı. 21 Mart yenə deyən kimi biz ekvator başa düşürük. 21 Mart günəşin zenitdə olduğu məntəqə. Ekvator və 29 şərq uzunluğunda yerləşən İstanbulda günəş 6:00-da çıxır. 33 şərq uzunluğunda Ankarada saat neçədə batar? Burada çıxır, burada 18-də batır. Düzdürmü? 18:00-da batır. Çıxarsa 33 şərq uzunluğunda yerləşən Ankarada saat neçədə batar? Bundan şərqdədir. Bundan şərqdədirsə, ümumiyyətlə İstanbulun yerli vaxtı ilə. İstanbulun yerli vaxtı ilə. Deməli, yəni bunlar arasında dərəcə fərqini tapaq, saat fərqini tapmaq üçün. Dərəcə fərqi bərabər 33 şərq uzunluğu, 29 şərq uzunluğu. Eyni olduğu çıxırıq, olur 4 dərəcə. 4 dərəcəni gəlin çevirək dəqiqəyə. 1 dərəcə 4 dəqiqə, 4 dərəcə x dəqiqə. X-də bərabər 4 vurulsun, 4 bərabər 16 dəqiqə. Bunlar arasında 16 dəqiqə fərq var. Deməli, 16 dəqiqə fərq varsa və məntəqə ondan irəlidədirsə, və
ondan irəlidədirsə, deməli, neçədə batar? 18:00-da ümumiyyətlə batır. 18:00. Amma İstanbulla vaxt fərqi olanda 18-dən, çünki 18 həmin məntəqə ondan deyək ki, İstanbul həmin Ankaradan geridir. Geri olduğu üçün də bundan 16 dəqiqə tez batır. Daha doğrusu bunda 16 dəqiqə olmamış, 18-ə 16 dəqiqə qalmış, burada batır. Burada 18:00-da batanda 18:00. Burada saat neçə olur? Onu soruşur. 16 dəqiqə çıxanda olacaq 17:44. B variantı. Yəni burada onsuz da 18-də batır. Çünki 21 martdır. Burada batanda burada saat neçə olur? Bu da qəbul olduğu üçün çıxırsan. Cənub yarımkürəsi qış gün dönümün günü coğrafi koordinat 70 şərq uzunluğunda, günəş şüaları günorta var 43.5 buz altında enlikdə. Yüksələn azimutla 7215 km yol gedən turistlərin çatacağı məntəqə coğrafi koordinatlarını saat qurşanır. Birinci cənub yarımkürəsi, yəni ekvatordan aşağıdır. Cənubdan gedir söhbət. Qış gün dönümü deyirsə 22 dekabr. Günəşin zenitdə olduğu məntəqə 23,5 cənub endarəsi. Bunu mütləq yazırıq. Coğrafi koordinat 70 şərq uzunluğu və günəş şüalarının günorta vaxt 43.1 buzağının düşdüyü enlik. Gəlin enliyi tapaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Deməli, bunlar günəşin düşmə bucağı 43,5 bərabər 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi deyir cənub yarımkürəsi. Nə deyir burada? Cənub yarımkürəsi. Deməli, bu cənub enliyi. Günəşin zenitdə olduğu məntəqə deyir 23,5. Eyni olduğu üçün çıxırıq. 23,5. Buradan da verilən məntəqənin coğrafi enliyi minus 23,5 bərabər 90-dan 43,5 çıxanda 46,5. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 46,5 üstə gələ 23,5 da bərabərdir 70. 70 cənub endarəsi. Deməli, 70 cənub endarəsi tapdıq. Deyir, bundan 180 azimutla. İndi gəlin uzunluğa baxaq. Bunu tapdıq. 180 azimut aşağıya doğru deməkdir. Cənuba doğru deməkdir. 7215 kilometr. Meridian üzrə gedir. 1 dərəcə 111 kilometr. X dərəcə 7215. Buradan da 111 vurursa x bərabərdir 7215. X bərabərdir 7215 bölünsün 111. Deməli, burada olur 6 dəfə. Deməli, 6, 6, 6. 5, 5. Bu da 1 də qalıb 5. Bu dərəcək 5. 65 dərəcə. Deməli, 65 dərəcə cənuba gəlir. 65 dərəcə cənuba gəlirsə, 65 dərəcə. Hardan gəlir? Enliyi neçədir? 70 cənub endarəsi. 70 cənub endarəsi. Ondan 65 dərəcə aşağıya gedir. 65 dərəcə. Deməli, 70-dən 65 əlbəttə 90-a kimi gəlirik. Biz deyik ki, cənub 90-da bitir. 70, 90-a kimi neçə dərəcədir? Plus 20. 20 dərəcə bundan da 20-ni çıxırıq. Nə alır? Neçə? 45 dərəcə. Gəlib çatmışıq bura. 45 dərəcə tezdən qayıdır arxaya. Və bu 70 şərq uzunluğu, düzdürmü? Gəlib qütbü keçəndə 70 şərq uzunluğunun digər tərəfini tapmaq üçün 180-dən çıxırıq. Çünki o tərəfə keçirik, olacaq 110 qərb uzunluğu. Deməli, 110 qərb uzunluğu, bunu da tapdıq. Yəni, gəlin bunun saat qurşağını tapaq. Bir daha deyirəm ki, niyə oldu? Çünki qütbə gəldik, çatdıq. Ondan sonra keçəndə deyək ki, 180-dən çıxırıq. Yəni, gəlin baxaq ki, hansı saat qurşağı? 110 qərb uzunluğu.
Deməli, saat qurşağını tapmaq. Qərb uzunluğu olduğu üçün birinci 360-dan çıxırıq. Bərabərdir 250 dərəcə. Bunu da çeviririk. 1 dərəcə 15 200 1 saat daha doğrusu. X saat 250 dərəcə. 15 vurulsun x bərabərdir 250. X də bərabərdir 250 bölü 15-ə. Bir dəfə 15 0 1 deməli 10 deməli 10 dərəcə düşür. Deməli 10 dərəcə düşür. Yox. Deməli 10 100-də də deməli 8 yox 6 dəfə. 6 dəfə olacaq 90. 90 10 dərəcə. Və qalıq 10 oldu. Qalıq 10-dursa, 7 10-5-dən böyükdürsə, üstünə 1 gəlir. Üstəgə 1 bərabərdir 17. Niyə üstə 1 gəldi? Çünki saat qurşaqlarının kənarları 7 10-5-dən kənara çıxdıqda, çünki 1 saat 15 dərəcədir. 1 saat 15 dərəcədirsə, bunun kənarları 7 10-5, 7 10-5. Buradan kənara çıxanda üstünə 1 gəlir. Olacaq 7-ci saat qurşaq. Cavab B variantı.